Hamza Salman izleyicileri, bugün sizlerle biraz da gece olsa teze video ile karşınızdayım. Bugün sizlerle dünya kanalları içerisinde Türk kanalları olarak neler izleyebilirsiniz bunu size göstereceğim. İndi seçeceği videoya çok uzatmak istemiyorum, yani like atın, abone olun. Play Store və axtarış bölmələrinə televizor yazırıq. Təbii ki də başqa bir proqram istifadə edə bilərsiniz. Heç bir problem mümkünatı yoxdur. Hamısında açır indi. Mən sizə daha rahat və tez üsulla açan bir proqram göstərirəm. O bir videolarımda zaten göstərmişəm. Nəysə, televizor yazıb axtarışa vurduqda iminli bu proqramı görəcəksiniz. Bunu indirirsiniz və açırsınız. Çok klasik bir bölme çıxır qarşınıza, devamını göstərim. Buradan yeni M3U listeye basırıq və list adıya birinci öz adınız olarak göstərəcəksiniz. Bir də sizə istəyirəm ki, zəhmət olmasa videolara like atın, xeyirli oldusa yorum eləməyi mümküniyyətlə unutmayın. Birinci öz adınızı yazdıktan sonra liste bağlantısına bu verdiğim sizə bu həmən linki düppədüz yazırsınız. Heç bir səhv, heç bir böyük işi səhvsiz açırsınız. Dediyim kimi bunu hələ də başa düşməyən dostlarımız var. Bunu yazmalısınız ki, rahat bir şəkildə aça biləsiniz. Videoya maksimum dəstək istəyirəm. Belə linklərin davamı üçün dediyim kimi bu yaxınlarda Azərbaycan kanallarının dediyim kimi linkləri pozuldu. Onlar da inşallah yaxın bir zamanda video göstereceğim. Bu video tez bir şekilde reyting artsın ki, bunun da davamını göstərə biləm. İndi bu linkləri dediyim kimi xeyirli olsa yorum edin. Bu linkləri heç bir yandan tapa bilməzsiniz. Yerdən axtarın istəyirsinizsə, amma yəni təmiz üsullu bir linkdir. İndi isə hətta sizin üçün qısaltmışam. İndi isə gördüyünüz kimi yazıram. Böyük və ya kiçik səhv olmasın, sonra mənə belirtirlər ki, səhv oldu. Zəhmət olmasa, yəni sonra belirtməyin də, yəni mən burada sizin qarşınıza öz televizorumda yoxlayıram. Hətta bu videoda iminli, bəli, qutarandan sonra da donaya vurub kaydet vurursunuz. İndi mən o playlistə keçirəm. Dediyim kimi anında belə bir hissə açılacaq. Burada biraz gözləyirsiniz. Dediyim kimi əziz dostlar, mən heç bir videoyu kəsmirəm, gözləyirəm və qarşımıza çıxacağım usta. Yəni heç kəsmə eləmirəm abilərimiz. Görəcəksiniz usta. 9800 kanal karşınıza çıxacaq. 9800 kanalı ise rahat bir şekilde izleyeceksiniz. Hala da gözləyirəm gördüğünüz kimi bu kadar belə uzun sürəcək. Amma açılacaq. Mi Box, AGTV və bir çox aparatlarda, başqa proqramlarda olsa orada işlədə bilərsiniz bu linki. Amma əvvəl axır yeni 3 list olacaq. LG TV, Smart TV, Android TV Box fərqi yoxdur. Bunları da işlədirsiniz. Program tapa bilməsəz proqramı dəyişərək işlədə bilərsiniz əziz izləyicilər. İndi isə onu işlətdikdən sonra gördüyünüz kimi kanallarımız karşınıza çıxdı. 9800 kanal gəldi və buradan istədiyimiz hər hansı bir kanala vuraraq cəhd eləyə bilərsiniz əziz izləyicilər. Məndən bu qədər. Kanala abunə olub like atmayı unutmayın. Xeyirli olsun.